Sizi bura qədər gətirən nədir? Şeyx Heydər öldürüldü. Böyük oğlu Sultan Əli Mirzə öldürüldü. Digər oğlu Sultan Əhməd öldürüldü. Ən kiçik oğlu İbrahim Mirzə, zövcəsi Aləmşah bəyim və digər bütün qadınları Təbriz zindanlarındadır. Bütün Şeyx Heydər nəsli yox edildi, birindən başqa. Mənə ərz olunub ki, o körpə Lahican meşələrinə çatmadan vərəm üzündən canını tapşırıb. Biz də eşitmişik, amma inanıb inanmayacağımız səndən asılıdır. Uzun yol gəlmisiniz. Fikir vermisinizmi? Bu yolunuzu işıqlandıran ulduzlar məhz bugün necə də çoxdur. Amma bilirsinizmi? Onların bəziləri artıq yoxdur. Onlar çoxdan partlayıb yox olub. Sadəcə işıqları hələ də yol gəlir. Siz işığa baxıb təəccüblənirsiniz. Ölü ulduzun işığına. Bax o körpə uşağın. Özü də ölü uşağın işığı. Sizin və sultanınızın qəlbinə qorxu salır. O, körpə uşaq ola bilər. Amma o, Səfəviyyə təriqətini yaradan Şeyx Səfiyyəddinin, onu hərəkata çevirən Şeyx Cüneydin nəslindən, Şeyx Heydərin belindən gəlir. Amma ağ qoyunlu sultanınızı qorxudan səbəb o deyil. Onu qorxudan odur ki, o körpə İsmail həm də ağ qoyunlu hökmüdarı Uzun Həsənin doğma nəvəsidir. Gülməli danışırsan Mirzə. Dərinə gedib nənəsi Dəspinə xatunu da hesaba qatsaq, bu İsmail lap Bizans imperatorunun da nəslindən sayılacaq. Gəl dərinə getməyək. Şeyx Heydərin oğlu İsmail sənin torpaqlarındadır ya yox? Deyil. Sultan Rüstəm Mirzə dedi ki, Mirzə Əli inamlı və imanlı adamdır. O canından keçər, amma imanından keçməz. Ona görə də sözünü müqəddəs Quranla təsdiq eləməyini istəyir. Dəstəmazını al və Quran hüzurunda andını iç. Mən, Gilan hökmüdarı Mirzə Əli İbni Mirzə Əhməd, and içirəm o kitaba ki, göylərin və yerlərin nuru ondan doğmuşdur. And içirəm peyğəmbərlərə endirilən vəhiylərə, səmavi kitabların hər bir hərfinə, İbrahimi yandırmayan oda, Süleymanın hökm etdiyi küləyə, Musa üçün ayrılan dənizə, İsa üçün canlanan ölü bədənə, Məhəmməd üçün Quranın möcüzəsinə. And içirəm ki, dilimdə yalan olarsa, qoy bu torpaq məni udub yox etsin. Qoy nəsilim kəsilsin, adım unudulsun, xidmətim rüsvay olsun. Amma əgər sözüm haqdırsa, qoy zülm edənlərin qılıncı öz sahibini doğrasın. Qoy zalımın adı tarixdə qarğışla anılsın. Qoy onların torpağı duzsuz suyu qurusun. Ən bu Quranın haqqına, kainatın yaradanına, torpağın yaddaşına, ulduzların işığına and verirəm ki, İsmailin ayağı bu torpaqlarda deyil.
Məsələ qılıncda deyil, onu tutan biləydədir. Amma bəzən biləkdə deyil, onu yönəldən niyyətdədir. Niyyətin kəskin olsa, pambıqla da baş kəsə bilərsən. Niyyətini tez-tez itilə. İti niyyət, qarşısında küt düşmən parça-parça olar. Bunun geyimi, kılıncı daha çok Gürcüye oxşuyur. Bu aylarda Gürcü tacirləri Lahicana çox gəlir. Bəlkə bu da tacirdir. Ağam, bu elə İsmaildir. Sadəcə tanınmamaq üçün Gürcü libasında gəzir. Onda göstər məharətini. Başarmadın ahmaq! Səfəvi varisi Şeyx İsmailin yaxşı qaçmağı var imiş. Düşürtmən aşağı üzbəüz kəlam eləyək. Sənin kəlmən yox, kəllən lazımdır mənə. Kəlləm sənə torba-torba qızıl verə bilər, amma kəlməm qızıldan da dəyərlidir, biləsən. Yəni deyirsən ki, başımı yaşımla ölçmə. Əgər yaşından böyükdürsə başın, onda yaxşı bilməlisən ki, sən artıq ölüsən. Boş yerə dil tökmə. O dilini də ayrıca dilimləyəcəm. Dilimi? Nəinki dilini, bədəninin hər üzvünü. Sultan təkcə başına görə mükafat qoymayıb. Hər bədən üzvünə görə ayrıca mükafat qoyub. Nə qədər çox parçaya bölünsən, o qədər dəyərli olacaqsan. Ona görə də səni mümkün ən kiçik dilimlərə böləcəm. Əllərini ayrı, barmaqlarını ayrı, dırnaqlarını ayrı, ayaqlarını, ayaq barmaqlarını, qollarını ayrı-ayrı. Başına əl vurmayacam. Qoy üzün aydın görünsün. Məncə nəyimi aparırsansa apar, amma başımı aparma. Yoxsa öz başın gedə bilər. Nəyə görə? İsmailin saçlarının kürənd rəngi olduğunu eşitməmisənmi? İndi sən iddia edirsən ki, sənin saçların kürən deyil. Özün bir bax gör mənim saçlarım kürəndi yoxsa qəhvəyidir. Kürənimsi qəhvəyi? Görmürsənmi? Məncə tam aydındır ki, saçlarım tünd qəhvəyi rəngdədir. Xınaya kətən, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin buyruğudur. Siz səfəvlər nə olmasaz da imanlısınız. Saçlarını tündləşdirmək sənin üçün çətin olmaz. Amma ayağın qədər başın da işləyirmiş. Yaxşı fikir idi. Amma bağışda mən də saf deyiləm. Düşün ki... Bəsdir. Sən səsini kəs, biz də səni. Dayan. Hə, nə oldun? İsmail solaxaydı. Bayaqdan əlimdə qılıncla qaçıram. Qılınc sol əlimdə idi, yoxsa sağ əlimdə idi?
çox uzatdın ha. Sağ əlimdə idi, yadına sal. Bu mənim üçün heç nə ifadə eləmir. Qardaş, mən İsmail deyiləm. Vallah deyiləm. Canın sağ olsun. Mən kəlləni yollayım. Deyilsənsə desinlər ki, deyil. İtirəcəyim bir şey yoxdur. Mən sənə kömək eləyə bilərəm. Kimsən sən? Mən İsmailin dostuyam. Sənə onun yerini deyə bilərəm. Onda uzatma. İndi deyəcəksənsə de. Sonra gec olacaq. Yaxşı, İsmail arxandadır. Adamına bir bax, saçları kürən, qılıncı da sol əlində. Yaşı da təxmini düz gəlir. Sənin beynin doğrudan yaxşı işləyir. Bax, indi sənin İsmail olduğuna əmin oldum. Dayan, dayan. Narahat olma. Hamınız ölmədən əvvəl İsmailin üzünü görəcəksiniz. Amma pis üzünü.